Hər narkomanın sonu da budur. Qəbirstanlıq. Burada da inələr. Burada mal dururlar. Novikova Anna Denisovna 2001-ci ildən anadan olmuşam Bakı şəhərində. On 16 yaşımdan nəşəni çəkməyə başlamışam. Ondan sonra daha da çətinləşib vəziyyətim, dərman atırdım. Axır 5 il kokos istifadə edirəm, çəkirəm. Lomkalarım olur. 16 yaşından nəşə çəkməyə başlamısan. Necə oldu? Kim verdi sənə nəşəni? Elə bir dost kampaniyamda podruqam təklif elədi. Mən də elə bir yaşdaydım ki, özümü elə bir sübut eləmək üçün atqaz eləmədim. Belə də get-gedə başladım. Oğlan təqdim elədi, təklif elədi nəşəni. Yox, podruqam. Qız, böyük idi səndən? Hə, bir il böyük idi məndən. Belə yaxın podruqam idi, çox yaxın qız idi mən. Ona görə daha da yaxın olmaq üçün mən fikirləşdim ki, çəksəm pis olmaz. İndi sən ağır narkotik vasitələrdən neçə vaxt istifadə edirsən? 5 il. 5 ildir. İynə Bəli. vurursan yoxsa Yox, çəkirəm. çəkirsən? Heç olmasa burada bəxtim gətirib ki, hələ də çəkirəm. Nə əcəb çəkə bilirsən? İynəyə keçməmsən. İynədən qorxuram, iyrənirəm daha doğrusu. Belə iynə vuran insanları görmüşəm. Çox iyrənc bir şeydir. Deşiklər, yaralar mənlik deyil. Sənin əlindən nələr alıb narkotik? Ailəmi. Normal düşüncəmi, yaşayışımı, hər şeyimi. Peşman olmuşsan, Anna? Çox. Sənin bir də yenidən 16-17 yaşın olsaydı, sən istifadə eləyərdin yenidən bundan? Əlbəttə ki, yox. Heç vaxt. Lomkan olur, ağrıların. Bəli olur. Dözə bilirsən lomkaya? Yox. Nə psixoloji dözə bilirəm, nə fizioloji gücü. Əsəbi oluram, coşuram birdən-birə. İstəmədən kiminsə hədrinə dəyirəm. Mən bilməyib bunun dadına baxmışam. Mənə deyən olmayıb ki, bunun axırı nətər olur, ağrısı olur, nə bilim. Axırı nətər olur? Axırını sən danış ki, ona görə çəkirik ki, axırını qoy gənclər baxsın, bilməyənlər bilsin.
Hamı səndən üst çönür, özünü göndərir. Heç kəs sənə kömək eləməyəcək. Lap belə ən yaxınların, ailən, anan, atan səndən üzü döndərir. Səni tanımaq istəmir. Sənin anan atan hardadır? Anam Məhəmmədlidə yaşayır. Yəni səndən üz döndəriblər də? Bəli, Tək qalmısan. Küçələrdə. bəli. Yəni nə evə buraxırlar, nə kömək eləyirlər. Əbəli başda deyiblər ki, sən kimin qızımız yoxdur. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Birdən-birə hər şey belə pis olmur da, get-gedə çətinləşir. İndi 16 yaşımdan nəşə çəkirəm. İndi 24 yaşım var. İndi mənə çatır ki, nə olan bir şeydir, nətər hər şey dəyişilib. İnsan istəsə bunu tərgizə bilər, ata bilər. Öz istəyi olsa əlbəttə ki. Bəs yaxşı, sən onda niyə tərgizmirsən, niyə atmırsan özün? Mənə kömək eləyən yoxdur bunu. Köməksiz mümkün deyil. Yox. İnsan tək bunu bacarmaz. Yəqin görürsünüz, arxa fonda qəbirstanlıqdır. Bu birisi tərəfdə isə belə bir həyatdır. Sən Anna qorxmursan qəbirstanlıqdan falan? Yox, qorxmuram. Məncə ən belə qorxulu şeyləri görmüşəm həyatımda. Təzə siqaret. Siqaret tutalım. Can, yaxşı olacaq, inanma, narahat olma. Səndə nədir ki hələ? 5 il istifadə, 17 il istifadəm olub da hər şeyimi itirmişdim. Allah haqqı, Naillə tanış oldum, çəkiliş, belə müalicə. İndi şükür Allah, başda 4 ildir ayıqam. İşim də var, adam kimi giyinə bilirəm, adam kimi yatıb dura bilirəm. Gözəl, sağlam insanlar ətrafımda, qardaşlar, Nail kimi qardaşım var. Prosta inan, belə şey baxma da ki, Görürsən, gənclər çoxdur, Bəli, istifadə edənlər. bəli. Səncə bunlar niyə istifadə edirlər? Nəyə görə? Nəsə çatışmır onlara, ya da hər şey var deyə onlar bilmirlər özlərini necə. Nə bir maraq tapsınlar bilmirlər. Fikirləşirlər ki, bu indi yaxşıdır da, indi onlar bombadılar. Narkotik istifadə edirlər. Narkotik Gənc insanın düşüncəsi elə olur da, indi 17-18 yaşlı insanın düşüncəsi odur ki, mən narkotik istifadə edirəm, mən seçilirəm hamıdan. seçilmək üçün istifadə edirlər də, belə başa düşürəm, eləmi? Özlərinin üçün beynində belə illüziya qurublar. Oğurluğa aparır, məcbursan ki, oğurlayarsan ki, pulun olsun, gedib özünə mal alarsan. Amma nəticədə oğurluq eləməlisən də narkotikə görə. İndi kimsə oğurluq eləyir, kimsə başqa cinayətkar eləyir,
qadınlar özünüz başa düşürsüz hansı yola düşür. Bədənlərini satırlar Bəli. narkotikə görə. Sən bəs pulu necə qazanırsan, necə tapırsan? Mən də elə oğurluqla məşğulam. Kazino oynayıram. Onlayn kazino. Oradan uduram. Belə oğurluq eləyəndə də Nə uğurluq eləyirsən? çox şey uğramaq olar. İndi məsəl üçün nə almaq istəsələr, ondan danışıb əvvəlcədən elə bilir ki, pul ala bilərsən də. İndi nəyisə oğurub, sonra gedib onu saatlarla satmaq heç kəsin həvəsi yoxdur axı. Əvvəlcədən danışırsan, elə zakaz formasında kimi. Kimə nə lazımdırsa gəlib onu tapıb verirsən. Ya da məsəl üçün hansısa barıqa, kiməsə evə nəsə lazımdır. Elə bil, belə də danışmaq olar ki, məsəl üçün mən sənə bu çayı alım, gətirim, sən də mənim çetim ver. Produkt da belə, hə? Produkt ola bilər, paltar ola bilər. Bir-iki dəfə öz telefonumu satmışam. Hər bir şey eləyəsən ki, eləcbə ağrıda qalmayasan. Canın ağrımasın. Canın ağrılıqca sən daha da pis psixoloji şeyə düşsən. Atmosferə. Narkomanın sonu nədir? Ya türmədir, ya ölümdür. Sən qorxursan türmədən, ölümdən. Əlbəttə ki. Cavansan elə, gəncsən. Yenə də pis yola düşmək istəmirəm. Kömək istəyirdim sizdən. Bax, indi bu çəkilişdən sonra nə edəcəksən? Həyatını necə davam edəcəksən? Heç nə. Gedib özümə bir dənə dönər alaram, yeyərəm. İndi bilmirəm, bəlkə qəbristanlıqda keçdim gecəni. Keçirtdim gecəni. Bax, ana, neçə gündür yatmırsan? 2-3 gün 2 sutkadı yatmırsan. Niyə? bata eləyirdim. Sonra da nə bilim elə oldu ki, evdə dalaşmışam, qaldığım yerdə. Yatmağa yerim olmayıb, ona görə yata bilməmişim. Neçə vaxt bu həyatı yaşayırsan, bax belə küçələrdə, orada, burada? Oradasa 2 ilə yaxın olar. Belə başa düşdüm ki, sən özünü böyük qızların yanında özünü təsdiqləmək üçün, Bəli. özünü böyük göstərmək üçün elədin də. Bəli. Belə də get-gedə daha da çox oldu. Dərman, sonra batı, kapoz, belə. Hər şey elə birinci dəfədən başlayır. Fikirləşməyin ki, bir dəfə eləyəcəm, ondan da hər şey belə asan qurtarmır. Bunun последствиялары çətindir. Narkotikin dadını bilməyən gənclər üçün məndən məsləhət odur ki, heç vaxt buna toxunmayın, prob eləməyin, nə qədər maraqlı da olmasın. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki,
əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.